Ermənistan Silahlı Qüvvələrinin 1988-ci ildən başlayaraq ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20%, Dağlıq Qarabağın, eləcə də ona bitişi olan 7 rayonun ərazisi işğal olmuş, 700 min nəfərə yaxın həmvətənimiz öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburi köçkün düşmüş və Respublikanın 62 şəhər və rayonlarında 1600-dən çox obyektdə müvəqqəti məskunlaşmışlar. Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində 20 min Azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdu. Bunların 30%-dən çoxunu isə uşaqlar təşkil edir. Azərbaycan Respublikası Prezidentinin fərmanı. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, vətənimizin torpağının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycan Respublikası Daxili İşlər orqanlarının əməkdaşı Mehdiyev Fazil Umudoğluna Azərbaycanın milli qəhrəmanı fəxri adı verilsin. Ölümündən sonra Bakı şəhəri 8 oktyabr 1992-ci il. Ulu babalarımızın yaşadığı Azərbaycan torpağı dövr qədimdən Azəri türklərinin torpağı, vətəni, ata ocağı, ana yurdu olub. Uzun illərdən bəri Azərbaycan torpağına göz dikmiş ermənilər Qarabağımıza, sərhəd bölgələrində olan rayonlarımıza basqın edib, əli yalın olduğumuz vaxt meydan sulayıblar. Torpaq müharibəsi başlayan ilk günlərdən igid oğullar vətənin səsinə səs verdilər. Vətənin ağır günlərində yaxalarını kənara çəkmədilər. Vətənə layiqli oğul olmaq üçün taleyin bu sınağından uğurla çıxmağın vacibliyini anlayan Fazil, özü kimi vətən canlı oğullarla çiyin-çiyinə döyüşərək Qaradağlı, Xocalı, Əmralılar, Gərkicahan, Kosalar kəndlərində əhalinin erməni basqınlarından, təcavüzündən qoruyurdu. Fazil Mehdiyev Türk dünyamızın, Odlar yurdu Azərbaycanın, qanlı qadalı Zəngəzurun bir parçası olan sıldırım qayaları, diş göynədən durna gözlü saf bulaqları, sıx meşələri, saf təbiəti ilə seçilən Laçının Ələkçi kəndində dünyaya göz açıb. O yerlərdə Fazilin uşaqlıq çağlarının xatirələri, neçə-neçə yaddaşlardan silinməz hekayətləri qalıb. 25 yaşı var idi Fazilin. 1983-cü ildə orta məktəbi bitirib Belarusiyada hərbi xidmətdə qulluq etdi. Sonralar valideynləri Ələkçidən Ağdama, Abdal-Gilablıya köçməli olublar. Fazil bağışlayın doğulduğu vaxtdan elə qəhrəman doğulub. Onun uşaqlığı çox belə cəngavər olub. Məktəbə getdiyi vaxtından diri olub. O elə əvvəldən əskərliyə getdiyi vaxtdan o qəhrəmanlıq adını bizə qazanıb. Əskərliyə gedən vaxt öz komandirindən bizə o vaxt Rusiyaya gedirdi. Serebrovski, Rusiyanın Serebrovski şəhərində əskərliyini eləyib. Onda bizə onun qoçaqlığı haqqında tərifnamələr gəlib. Fazil Mehdiyevin damarlarında axan qan Azərbaycanda, eləcə də bütün Türk dünyasında adı böyük qürur hissi ilə çəkilən Sultan bəy, qardaşı Xosrov bəy, ulu babası Çal Aslanın qanıdır. 1918-ci ildə ermənilər gəliblər, Sultan bəydən xahiş ediblər ki, bizə yol ver, keçirik Gürcüstana. Deyibdi ki, nətər mən sizə yol verim, deyib o Çal Aslana məsləhət eləyim ondan sonra. Gəlib babamla ikisi, Kəmoğlu məsləhət eləyiblər. Babam buna Qadif deyibdi ki, biz Xosrov bəyin yanına getməliyik. Xosrov bəy də Şuşada qubernator işləyirmiş. Gəliblər Xosrov bəyin yanına Şuşaya. Şuşada Qadif deyib ki, Xosrov bəy nədir, xeyirdirmi? Deyib, bəs ermənilər gəlibdir, bizdən yol istəyir ki, biz Gürcüstana keçirik. Deyib, bəs siz nə cavab verdiniz? Deyib, biz də dedik ki, gedək adam var, məsləhət eləyək ondan sonra. Deyibdi ki, siz gedin onları başa salın ki, cəmaət sizdən qorxar, çəkinər, toflarınızı sökün, qatırlara yüklüyün, ondan sonra keçərsiniz.
Ondan sonra siz öz işinizi görün. Allah bütün ölənlərə rəhmət eləsin. Rəhmətli atam deyirdi ki, düz 10 gün Zabuq çayı qan axdı. Oradan erməninin biri salamat çıxmalı. Andrenik oradan qaçanda tutublar, onu çalışıblar tutmağa, amma tuta bilməyiblər. Oradan qaçıb getmişdi. İndi Fazilin o cür qoçaqlıqları hamısı elə bir Çalastan idi. Bax, Fazil belə bir idi, Fazil belə bir qoçaq idi. Bədnam qonşuların torpağımıza təcavüz qəsdləri başlayanda Fazil öz istəyi ilə Ağdam rayon polis şöbəsinin post patrol xidməti alayında işə başladı. Tezliklə qorxmazlığı, cəsarəti ilə döyüş yoldaşları arasında seçildi. Əbil adlı bir kişini ermənilər öldürüb Damcıbulaqda bastırmışlar. Onun da əli çöldə qalıb, onu sonra tapmışlar. Erməni tərəfdən də yığılıb gəlmişlər, biz tərəfdən də yığılıb getmişlər ki, meydin yeri hardadır, meydi çıxardalar. Həmən moment meyd orada olan vaxtı, buradan çox adamlar getmişmiş. Fazil birdən gözü ilə hər yer baxır, görür ki, elə qərib əlini atır belinə ki, buradakı bir cəmaatı vura. Güya gəliblər danışığa, ermənilərin meyid aparırlar, amma qərib bu cəmaatı sarıb ora qırmalı. Qərib də ermənidir. Fazil oradan nətər çiriyirsə, nətər tutursa bunun biləyindən, bunun qolun vurur, silahı nətər alırsa, Bakıdan da gələn varmış. Afserlərdən hamı belə baxır ki, özümüz məhəttəl qaldıq ki, burada 20 dənə, 30 dənə oğlan vardı, kişi vardı. Eləmədiyi hərəkatı Fazil elədi. Orada Fazilin göstərdiyi şücaətə görə Fazili polis rəisi özü çağırıb, bu yolu Fazilə məsləhət bildi, göstərdi. Bu çox Fazilin ürəyincə oldu və həmin axşam Fazil bizi də çağırdı, yığışdıq, qorxmaz erməni danışdıq. Qərara gəldi ki, səhər gedirik, xüsusi təyinatlı polis dəstəsinə yazılırıq. Fazil Mehdiyev deməli 90-ın axırı, 91-ci ilin əvvəli idi. Bunlar 3 dost idilər. Ayrılmaz dost idilər. Həmişə bir yerdə, bir komandir kimi həmişə bir yerdə görürdüm. Bir döyüşə gedəndə də həmişə bir yerdə gedir. Biri Muradov Qorxmazdır, biri Muradov Orucudur, bir də Mehdiyev Fazildir. Mehdiyev Fazil sakit duran deyildi. Gördün, indi o tapşırığı yerinə yetirmək hamının borcudur. Bu birdən özündən, özü gəlib özünün təşəbbüsü ilə ki, gedib bu işi görmək lazım. Erməni kəndinə getmək lazımdır. Bu Xocavənd rayonu, o vaxt Martun adlanırdı. Onun o arxa tərəfində bir kənd vardı. Ermənilərin bir şairi vardı, Zorik. Balayan familiyalı. Onun kəndi oradaydı. Fazil özü öz təşəbbüsü ilə icazə aldı və bir neçə dostlarla getdi, o kəndi viran qoydu. Çünki o Zorik Balayan erməniləri həmişə ruhlandırırdı, şeiri ilə, çıxışı ilə. Ki, yəni qızışdırırdı. Bax, o qisası ondan almaq üçün gedib onun o kəndinə, o divanı tutub gəlmişdi. Sentyabr ayının 23-ü erməni quldurları qəfildən Abdal Gilablıya hücum etdilər. Bu xəbəri eşidən Fazil idarə etdiyi maşını yüksək sürətlə kəndə qovur. Maşın irəlilədikcə atışma səsləri daha da aydın eşidilirdi. Kəndə az qalmış onların maşını qəfildən güllə yağışına düşdü. Avtomatların ölüm saçan gürültuları yayıldıqca hər yanı vahimə bürüyürdü. Kəndə gedən yol erməni quldurlarının pusqu yerinə çevrilmişdi. Kol-kosta gizlənmiş quldurlar Fazilgili atəşə tutdular. Birdən polis yoldaşı Salihin boğuq səsi eşidildi. Fazil, məni vurdular. Fazil ayağından yaralanan döyüş yoldaşının yarasını sıxsa da maşını saxlamadı. Fazil və döyüş yoldaşı Salih Qarayev cəsarətlə döyüşərək erməni tələsini yardılar. Lakin bu Fazilin son döyüşü oldu. Qəflətən Fazilin sinəsi idarə etdiyi maşının sükanına çırpıldı. Onu gətirən vaxtı elə atışməsin, mən ölmüş bildim. Gördüm Gülaflı yolunda dəhşət doğrudan atışmadı. Yanımda 2 yoldaşlarım vardı, Sara vardı. Sarıya dedim, ay Sarı, elə qorxuram, bax, elə bir günə yol dağılır. Yaman atışmadı orada. Dedim, biraz dayandım. Sonra keçdim içəri.
Gördüm bir maşın gəlir, elə zümzüməli gəlir ki, elə düzü səsindən ürəyin ağrır. Dedim, ay bacım, mən bu maşının səsindən qorxuram. Dedim, qayıtdım, getdim içəri. İçəri gedən kimi yıxılıb yatıram. Qəm yuxusu alır, azar yuxu alır, nə bilim, dərd yuxusu alır. Yatıram, mənim balamda keçirlər cərrahiyə. Orada mənim yoldaşlarımla, avtomobil həkim, Nadir həkim, Sara, yığılıb hamısı yoldaşlar gedirlər ora. Elə bədbaxtın hainə. Mənə də bildirmirlər. Mən elə ölmüş canım orada yatılı qalır. Onu bildirmirlər ki, durar bu fiqan eləyər də səhərə qədər biz gözləyək. Bizim evə məlumat verərlər ki, evdən gələn ola. Ondan heç kəsə bildirmirlər. Sonra ayıldım ki, mənim baldızım uşaqları, qohum övladlar, Fazilin yoldaşlarına burada var. İndi bunlara yalvarıram, nə olub, niyə buradasınız? Az niyə gəlmişsiniz? Deyir, Fazil yaralanıb, gözlüyürük Fazili gətirərlər. Mən o yolla Allahdılar. Sonra da hay-haray düşdük, yürüdük, getdik cərrahiyə ki, Fazil daha yoxdur, şəhid oldu. Elyanavad ömrümdə tək 2 yol ağlamışam. Bir yol atamın ölümündə, bir də ki, o dedilər ki, Fazil ölümündən sonra, torpaq uğrunda ölümündən sonra milli qəhrəman adı verdin sonra sevindiyimdən ağladım. Dedim, Allah, sana şükür ki, oğlum torpaq uğrunda, vətən uğrunda həlak oldu. Avdal Gilablı kəndinin azad edilməsində Fazilin göstərmiş olduğu qəhrəmanlıqlar tarixə həkk olundu. Belə qəhrəman oğulun cəsurluğu ilə neçə-neçə düşmən yaraqlısı məhv edildi. Ermənilərin Azərbaycana qarşı apardıqları müharibə də rahatlığını əlindən aldı. Buna görə də o, könüllü surətdə Ağdamın müdafiəsi keşiyində dayandı. Kəndlərdə aparılan döyüşlərdə fərqləndi. Tez bir zamanda məğlubedici döyüşçü kimi tanındı. Düşmənə düşmən kimi cavab verməyi bacardı. Qardaşının bu hünərini, mərdliyini görən Azər Mehdiyev Fazilin silahına sarılıb strateji nöqtəyə döyüşə girdi. Və mən belə qərarlaşdım ki, 1992-ci il qardaşım Fazilin faciəsindən sonra mən 1993-cü ilin iyul ayının 13-də Daxili İşlər Nazirliyinin Ağdam rayonunda yerləşən polis batalyonuna işə qəbul olunum. Və həmin gündən də bugünkü günə qədər daxili işlər orqanlarında çalışıram və çalışıram ki, qardaşımın adını həmişə uca tutum və ona qarşı məndə olan qardaş məhəbbəti daha da üstün olsun və qardaşımın adı ilə bərabər elimizin, torpağımızın, xalqımızın, vətənimizin həmişə qürurunu, qeyrətini, namusunu çəkim. Azərbaycanın milli qəhrəmanı Fazil Mehdiyevin adı əbədiləşdirildi. Adına küçə verildi. Bakının ən gözəl küçələrindən birində onun büstü qoyuldu. Vətəni sevən hər kəs məhz ona məhəbbət duyğuları ilə yaşamalı, layiqli vətəndaş olmaqla el yolunda, torpaq yolunda Fazil Mehdiyev kimi əlindən gələni əsirgəməməlidir. Can qurban etmənin vaxtı çatıbsa, səndən hansı namərd əsirgəyər can? Qoyuram başımı ayaqlarına, ey ana torpağım, ey Azərbaycan. Üstünə ateşlər yağan torpağım, məhəbbət ocağım, ülfət ocağım. Ay mənim hamıya bar verən bağım, ah çəkmə buludlar yanar.